Salam uşaqlar. Bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından növbəti testlərin həllidir. Naqillərin ardıcıl və paralel birləşdirilməsindən baxaq. A1 ampermetrinin göstərişi 3 amper, R1 10 ohmdur, R2 30 ohmdur. A2 ampermetrin göstərişini hesablayın. Baxırıq ki, burada müqavimətlər paralel birləşdirilmişdir. Paralel birləşmədə gərginliklər eyni olur. Yəni U1 bərabərdir U2. Ohm qanununa görə I bərabərdir U böl R yazarıq. Baxırıq cərəyan şiddəti ilə müqavimət U'nun konstantında bir-biri ilə tərs mütənasibdir. Onda yazarıq I1 böl I2 bərabərdir tərsinə R2 böl R1. Buradan I1'in yerine yazarıq 3 amper bölünsün I2'ni bilmirik. Bərabərdir R2 olar 30, R1 olar 10. Bərabərdir 3. Buradan I2 bərabərdir 3 böl 3 eləyər 1 amper. Cavabımız olar A variantı. Eyni müqavimətli 3 naqil şəkildəki kimi birləşdirilmişdir. Onlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Baxırıq buradan gələn cərəyan şiddəti budaqlanmışdır. Yuxarı və aşağı müqavimətlər eyni olduğundan hər ikisinə eyni qədər cərəyan keçər. Deməli ən böyüyümüz olar burada I1 böyükdür. I2 ilə də I3 bir-birinə bərabərdir. Deməli I2 bərabərdir I3. I2 bərabərdir I3 olar. Onlar da I1'in yarısına bərabərdir. Cavabımız olar D variantı. Venn diaqramına baxaq. Ardıcıl birləşmə, paralel birləşmə bütün naqillərdə cərəyan şiddətləri eynidir. Ardıcıl birləşmədə dövrənin bir elementinin sıradan çıxması bütün dövrdə cərəyanın kəsilməsinə gətirib çıxarır. O da ardıcıl birləşmədə. Bu birləşmədə 1 voltmetr hər naqilin uclarındakı gərginliyi ölçür. Buraya yazarıq paralel birləşməyə uyğundur. Naqillərin dövrəyə qoşulması üsuludur. Hər ikisi dövrənin bir elementinin söndürülməsi qalan naqilin işləməsinə təsir göstərmir. Paralel birləşmədə ampermetr naqilə belə qoşulur. Ampermetr dövrəyə ardıcıl qoşulur. Bunu da yazarıq 5'ə. 1'ə. 1, 2, 5 olar. 1, 2, 5. Ampermetr naqilə belə qoşulur. Ardıcıl. Bura 6. 6, 1, 2, 6 olar. 1, 2, 6, 3, 5 paralel birləşməyə, 4 də ortaya. Cavabımız olar C variantı. Eyni gərginlikli cərəyan mənbəyinə qoşulmuş dövrələrdə ampermetrlərin göstərişləri arasında hansı münasibət var? Baxırıq burada I1'dən gələn A1 ampermetrlə gələn cərəyan şiddəti I1 budaqlanmışdır üst və aşağı hissəyə. Müqavimətlər də eynidir, gərginliklər də eynidir. Onda deməli bu ikisindən axan cərəyan şiddətlərinin cəmi A1'dən keçən cərəyan şiddətlərinə bərabər olasıdır. Burada A2 ampermetridir. Yenə müqavimətlər birinci dövrdə olduğu kimi eynidirlər. Burada da hər ikisindən A2'dən keçən qədər cərəyan ardıcıl birləşmədir. Onda belə görürük ki, A1'dən keçən cərəyan şiddəti A2'dən keçən cərəyan şiddətinə bərabər olur. U'ları da bərabərdir. U1 bərabərdir U2 yazarıq. Məsələn, hər iki rezistor üçün hər iki rezistor üçün gərginliklər eynidir. Müqavimətlər də eynidir. Onda deməli burada ümumi ölçür deyə bu ümumiyə bərabər olar. Müqavimətləri 5 ohm, 15 ohm və 10 ohm olan 3 naqil şəkildə kimi birləşdirilmişdir. UAB yəni ümumi gərginliyi 60 volt olarsa ampermetrin göstərişini təyin edin. Baxırıq burada 3 naqilimiz var. 3 naqil ardıcıl birləşdirilmişdir. Ardıcıl birləşmədə ümumi müqavimət tapmaqdan ötürü biz R1 üstəgəl R2 üstəgəl R3 hamısını cəmləməliyik. 5 plus 15 plus 10. Bu da eləyər 20 plus 10 eləyər 30 ohm. Ümumi müqavimətimiz 30 ohmdur. Öndə cərəyan şiddətini taparıq. I bərabərdir U bölünsün R. Ümumi gərginliyimiz 60'dır. 60 böl 30 bərabərdir 2 amper. Deməli bütün rezistorlardan keçən cərəyan şiddəti 2 amperə bərabərdir. İndi burada voltmetrin göstərişi voltmetr burada iki müqavimətin birlikdə ölçür. Deməli burada
ümumini taparıq ikisi üçün. Ümumi bərabərdir R2 plus R3 bərabərdir R2 15, R3 10'dur. 15 plus 10 eləyər 25. İ'ni də tapdıq 2 amper. Onda ikisini birlikdə U'sunu taparıq. U bərabərdir I vur R. 2 vurulsun 25 bərabərdir 50 volt. Cevabımız olar A variantı. 6-cı tapşırığımıza baxaq. Doğru ifadələri müəyyən edin. Naqilləri ardıcıl birləşdirdikdə dövrənin ümumi müqaviməti artır. Bəli, ardıcıl birləşmədə müqavimətlər toplanır. Deməli, müqavimət artır. Naqilləri paralel birləşdirir. Dövrənin ümumi müqaviməti artır. Bu yanlışdır. Naqilləri ardıcıl birləşdirici dövrənin ümumi müqaviməti azalır. Bu da yanlışdır. Naqilləri paralel birləşdirdikdə dövrənin ümumi müqaviməti azalır. Paralel birləşdirdiyi ümumi müqaviməti tapmaq üçün bir müqavimət sayına bölürük. Bu da doğrudur. Naqilləri ardıcıl birləşdirdikdə ümumi gərginlik naqillər arasında onların müqavimətinə düz mütənasib olaraq paylanır. Bəli, U bərabərdir I vur R'dir. Ardıcıl birləşmədə I eyni olduğundan gərginlik müqavimətlə düz mütənasib paylanır. Naqilləri paralel birləşdirdikdə ümumi gərginlik naqillər arasında onların müqavimətinə tərs mütənasib olaraq paylanır. Bu yanlışdır. Deməli, doğrumuz oldu 1 və 4. 7-ci tapşırığımıza baxırıq. Müqavimətləri 10 ohm və 5 ohm olan 10 ohm, 5 ohm və 15 ohm olan 3 naqil şəkildəki kimi birləşdirilmişdir. Ümumi gərginlik 60 volt olarsa voltmetrin göstərişi nəyə bərabərdir? Deməli, biz birinci buradan R ümumini taparıq. Hamısı bir-birinə ardıcıl qoşulmuşdur. Onda yazarıq 10 plus 5 plus 15. Bu delicə 20, bu da 10, 30 ohm. Onda I ümumini taparıq. U ümumi bölünsün R ümumi. U'muz 60 voltdur. R'i də tapdıq 30. 60 böl 30 elədi 2 amper. Deməli, bütün rezistorlardan keçən cərəyan şiddəti 2 amperə bərabərdir. Onda bu ikisində R ümumini taparıq. 1 ilə 2'ni toplayarıq. 10 plus 5 eləyər R ümumi 15. Onda U da bərabərdir I vurulsun R. İ'ni tapdıq 2, R'də tapdıq 15. Elədi 30 volt. 8-ci tapşırığımıza baxaq. Baxırıq burada 1 və 4 açarlarını qapadıqda. Baxırıq 1 və 4 açarını qapadıqda cərəyan həmişə müsbətdən mənfiyə doğru axır. 1-dən gələr qapadıqda. Buradan lampadan keçər. 4 də bağlı olduğundan deməli dövrə qapanar. Deməli 1 və 4 açarını qapadıqda lampa yanar. Zənci isə çalmaz çünki burada 3 açıqdır. Deməli 1 və 4'ü qapadıqda yalnız lampa yanar. 2'yə A yazarıq. Yalnız 3 açarını qapadıqda buradan dövrədən müsbətdən cərəyan axar, zəncə gələr və mənfiyə çatar. Deməli yalnız 3'ü qapadıqda yalnız zəng çalar. 1'ə B uyğun gəlir. 2 və 4 açarlarını qapadıqda 2 və 4 açarlarını qapadıqda, yəni burada 1 açıq olduğundan, burada da 3 açıq olduğundan heç biri işləməz. Sonra 1 və 3 açarlarını qapadıqda, 1'i qapadıb, 3'ü də qapadıqda, deməli buradan cərəyan axar. Burada açıq olduğundan gəlməz, lampa işləməz. Bir dənə burada zəngdən gələr, mənfiyə çatar. Deməli zəng çalar, yalnız zəng çalar. 1 və 3 açarlarını qapadıqda burada D də yazarıq. Yalnız 4 açarını qapadıqda burada heç bir işlədicimiz işləməz. Çünki 4'ə gəlməkdən ötürü burada 1 açıqdır, 3 də açıqdır. Yəni bu da uyğun gəlmir. Cavabımız olar 1'ə B, D, 2'yə A olar. Həm zəng çalıb, həm lampa yanmaqdan ötürü. Deməli, burada həm zəng çalsın, həm lampa yansın deyə biz 1'i də bağlamalıyıq, 4'ü də bağlamalıyıq, 3'ü də bağlamalıyıq. Deməli, hər 3 açar qapalı olduqda olur. Burada da elə bir variantımız yoxdur. Deməli, bu olar hər 3 açar bağlı olduqda, 1, 4 və 3 açarı bağlı olduqda həm lampa işləyər, həm də zəngimiz çalar.
Müqaviməti 10 ohm olan mis naqil 5 hissəyə kəsilmiş və bu hissələr paralel olaraq birləşdirilmişdir. Bu birləşmənin müqavimətini hesablayın. Məftilin uzunluğu 5 hissəyə bölünmüşdürsə, onda müqavimətdə uzunluqla düz mütənasib olduğundan 3, 4, 5. Deməli, ümumi müqavimət 10 idisə 5 hissəyə bölünəndə hər məftilə 2 ohm düşər. Bu birləşmə müqavimətini hesablayın. Deməli, 2 ohma bərabər olar. Hər birinin müqaviməti 6 ohm olan 3 rezistor verilmişdir. Bu rezistorlar üçündən də istifadə etməklə bütün mümkün birləşmələrin sxemini çəkin, müqavimətləri hesablayın və cavabları ardıcıllıqla düzün. Deməli, 6 ohm olan 3 rezistoru əvvəlcə məsələn ardıcıl birləşdirərik. Üçü də bir-birinə ardıcıl olar. Burada ümumi müqavimətimiz olar 6 vur 3, 18 ohm. Sonra üçünü də paralel birləşdirərik. Paralel birləşmədə birinin müqavimətini sayına bölürük. Yəni R bölü 3, 6 bölü 3. Burada ümumi müqavimət olar 2 ohm. Sonra məsələn birini ardıcıl qoyub digər ikisini ona paralel birləşdirərik. Bu ikisi olar paralel 6, bu da 6. 6'nı 2'ye bölərək burada olar 3. Bu da 6'dır. 6 plus 3. Burada ümumi müqavimət olar 9 ohm. Bir variantda çəkək. Məsələn ikisini ardıcıl birləşdirib üçüncünü hər ikisinə birlikdə paralel birləşdirə bilərik. Məsələn burada bununla bu ardıcılda 6 6 eləyər 12 ohm. Buradakı 6 ohm da ona paraleldir. Onu da yuxarıda yazarıq. 12 vur 6, altda 12 plus 6 bərabərdir. Bu eləyər 12 vur 6 böl aşağıda da 18. 6 ilə 18 ixtisar gedər 12 böl 3 eləyər 4 ohm. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.